Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Əziz izləyicilər, sizləri İlahi Kitablar verilişindən xoş gördük. Bugünkü mövzumuz Nisa surəsinin 135-ci ayəsi barəsindədir. İlk olaraq ayənin tilavətini dinləyək. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. يا أيها الذين آمنوا كونوا قوامين بالقسط شهداء لله ولو على أنفسكم أو الوالدين والأقربين إن يكن غنيا أو فقيرا فالله أولى بهما فلا تتبعوا الهوى أن تعدلوا وإن تلووا أو تعرضوا فإن الله كان بما تعملون خبيرا. Allah Teala Nisa surəsinin 135-ci ayəsində iman gətirənlərə xitab etsə də, buradakı dediyi məsələ bütün insanların əməl etməsi lazım olan bir məsələdir. O da şahidlik və onun əhəmiyyətidir. Allah Rəsulu bir anlayışı aradan götürmək üçün çox çalışmışdı. Bildiyiniz kimi, fərz edin ki, bir cəmiyyətə yanlış adət-ənənələr nüfuz edibsə və bu adət-ənənələrin arxasında bir yanlış təfəkkür, əqidə də yatıbsa, bunu aradan qaldırmaq çox çətindir. Təsəvvür edin ki, Allah Rəsulunun möcüzələrindən, fəaliyyətlərindən biri də budur ki, belə bir adət-ənənələri tez bir zamanda götürüb, aradan qaldırıb. Bunun bir neçə səbəbi var. Allah Rəsulun niyə görə müvəffəq oldu bu işdə? O səbəblərdən də biri bu idi ki, Allah Rəsulu qadağan etdiyi anlayışın qarşısında yeni müsbət bir anlayış təqdim etməyi bacardı. Yəni demədi, yox. Yox deyəndən sonra bir çıxış yolda görsətdi. Bu birinci səbəb. İkinci səbəb isə Allah Rəsulu qadağan etdiyi məsələnin insanın şərəf və ləyaqətinə zid olduğunu bildirdi, başa saldı. Yəni başa saldı ki, bir insan olaraq heç bir zaman bu adət-ənənəni insan olaraq yerinə yetirmək olmaz. Bu adət nə idi və bu ayə tam olaraq nəyi vurğulamaq istəyir? Bu adət bundan ibarət idi ki, qardaşına dayaq ol, istər zalım, istər məzlum olsun. Qardaşdan məqsəd, yəni qəbilən, sənin düşüncəndə olan,
Zalim da olsa, məzlum da olsa sən ona dəstək olmalısan. Bu cahillərin, cahiliyyət dönəmində ictimai, mədəni şüarlarından biri idi. Sənin qəbilən səhv də olsa, düz də olsa, sən onu himayə etməlisən. Allah Rəsulu gəldi, bu anlayışın tam əksini ifadə etdi. Qardaşın olub olmamasından asılı olmayaraq məzlumu dəstəklə. Qardaşın məzlumdur, dəstəklə. Qardaşından qeyrisi məzlumdur, dəstəklə. Allah Rəsulu bu anlayışı gətirdi. Allah Rəsulu ki, bu anlayışı gətirdi cəmiyyətə, bunu tam olaraq öz siyasi hakimiyyətində əməli olaraq Həzrəti Əli əleyhissalam siyasətinin şüarı qərar vermişdi. Həzrəti Əli əleyhissalamın siyasətinin şüarı bundan ibarət idi ki, zalıma düşmən, məzluma köməkçi ol. Görün, bu anlayışlar necə əvəzləndi. Və çox maraqlıdır ki, Allah Rəsulu cahiliyyət dönəmində o olan anlayışın özünə də bir məzmun etibarı ilə əl gəzdirmişdir. Bir gün Allah Rəsulu həmən cahiliyyət dönəmində olan şüarı səsləndirir. Deyir ki, ey müsəlmanlar, qardaşın məzlum və ya zalim olsa da ona kömək edin. Səhabələr təəccüblə Allah Rəsulundan soruşdular ki, ey Allahın Rəsulu, siz indiyə qədər bizə deyirdiniz ki, qardaşım məzlum olsa ona kömək ol. Amma zalim olsa ondan uzaq dur. İndi deyirsən ki, qardaşın zalim olsa da, məzlum olsa da ona kömək et. Biz bunu necə başa düşək? Allah Rəsulu buyurur ki, xeyr, məqsədim budur ki, əgər qardaşınız zalimdirsə, sizin ona dəstəyiniz, ona mane olmağınız, qarşı durmağınızdır. Bəli, əgər qardaşın gördün ki, zalimdir, sənin ona dəstəyin onun zülmünə dəstək olmamalıdır. Zülmünün qarşısını almaq olmalıdır. Onun zülmünün qarşısını almaq ona dəstək durmaqdır. İlahi cəza, ilahi əzab qarşısında və eyni zamanda onun çirkablığa batmasının sən qarşısını alırsan. Demək, Allah Rəsulu cahiliyyət dönəmində işlənən bu anlayışı həm məzmun etibarı ilə dəyişir, həm mahiyyət etibarı ilə. Ayə də bunu ifadə edir. Ey iman gətirənlər, ədalət üçün qiyam və onu müdafiə edin və Allah üçün şahidlik edin. Özünüzün, ata-ananızın və ya qohumlarınızın əleyhinə olsa belə, istər varlı, istər kasıb olsunlar, ədalətli şəhadət verin. Allah hər ikisinə, istər bu varlı olsun, istər də kasıb olsun, sizdən daha yaxındır. Ayə bunu vurğulayır. Özünüzün əleyhinə olsa belə, Allah üçün doğru olanı şahid gətirin, şahid durun. Bəs niyə görə insan bəzən doğruya şəhadət vermir? Allah Teala buyurur ki, nəfsinizin arzusuna uyaraq haqdan üz çevirməyin. Əgər bir insan nahaqdan şahidlik edirsə, bu nəfsinə uyur. Özünü aldatmış olur. Əgər yalan danışaraq dilinizi bükər, yaxud şahidlikdən boyun qaçırarsınızsa, bilin ki, həqiqətən Allah sizin etdiklərinizdən xəbərdardır. Necə ki, doğrunu söyləmək, şəhadət verməkdə Allahın tələbidir, şəhadət vermək də Allahın tələbidir. Yəni, insan şəhadət verəndə də doğru olmalıdır və eyni zamanda əgər bu şəhadət verməkdən də qaçırsa, Allah Teala həmən şəxsi də cəzalandırır. Allah Peyğəmbərindən belə bir hədis var ki, hakimin qarşısında yalan şahidlik edənin sözü bitməmiş cəhənnəmdə yeri hazır olar. Eyni zamanda doğru şahidliyi gizlədənin də aqibəti eyni olar. Və yaxud kiminsə zərərinə yalandan şahidlik edənin yeri cəhənnəmin ən aşağı təbəqəsidir. Orada münafiqlərlə birlikdə dilindən asılı qalar. Baxın, əzizlər,
bu xitab möminlərə müraciət olunsa da, bütün insanların yerinə yetirilməsi bir vəzifədir. O da budur ki, öz əleyhimizə olsa da, qardaşımızın, dostumuzun, yaxınımızın əleyhinə olsa da haqqı deməliyik, haqqın yanında durmalıyıq. Bu insanın dünya və axirət şərəfinin, ləyaqətinin göstəricisi və Allaha bəndə olmasının ən bariz nümunəsidir. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.